أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثاره وكل شيء أحصيناه في إمام مبين صدق الله العلي العظيم الصلوات. Gecə inşallah danışacağımız mövzu vilayət günəşinin dördüncü ulduzu olan İmam-ı Zeynalabdin əleyhisselamdır. Ki bir rəvayətə görə bugündür şəhadəti. Bir rəvayətə görə isə Məhərrəm ayının 25-idir. Biz də elə əzalı günlərdən biri olan elə İmam Zeynalabdin əleyhisselamın əza gecəsini götürdük inşallah. Çünki İmam Zeynalabdin əleyhisselam böyük bir məktəbdir. Bizə verilən məktəbdir və bizə nələri öyrədən bir məktəbdir ki, Allah izin versə, ömür versə, hissə ondan danışarıq inşallah. İmam Zeynalabdin əleyhisselamın bizə birinci öyrətdiyi səbirdir. İkinci ibadətdir və üçüncü Kərbəlanın canlı şahididir. Yəni İmam Zeynalabdin əleyhisselam həm bizə Kərbəla məktəbinin canlı şahidi kimi öyrünün nəsiyyətini verəcək və həm də İmam bizə səbrin, ibadətin mükafatını öyrədəcək. Əziz müminlər, bu gecə İmam Zeynalabdin əleyhisselamın birinci göz yaşlarının bizlərə hidayət yolu olduğunu insan görəsi həyatında tətbiq eləsin. İmam, bilirsiniz də, əsl adı Əli İbni Hüseyndir. Biz ona Zeynalabdin əleyhisselam deyərik, Səccad əleyhisselam deyərik, biz ona Zəki deyərik, biz ona Əmin deyərik. Atası İmam Hüseyn əleyhisselam, anası isə məşhur rəvayətə görə Bibi Şəhrəbanidir. İmamın doğum tarixi 5 Şaban, Hicri 38-ci il, miladi ilə təxminən 658-ci ilə düşür. Tarixçilərin çoxuna görə Əməvi xəlifələrindən Vəlid ibn Əbdülməlikin göstərişi ilə İmam zəhərlənmişdir. İmam zəhərlənərək şəhid olur. Məzarı da müqəddəs Cənnətül-Bəqi qəbristanlığındadır. Allah bizə o qəbristanlığı ziyarət etməyi nəsib eləsin. Əgər imamın məqamını bilmək istəsən, mütləqdir ki, Qurana müraciət edəsən. Hamımızın əzbər bildiyi, hamımızın inancı, etiqadı budur ki, bu ayə məhz Əhl-i Beytin şəninə gəlib. Əhzab surəsinin 33-cü ayəsi. Ki, Bismillah, Allah yalnız sizi Əhl-i Beytdən hər növ çirkinliyi uzaqlaşdırmaq və sizi tam pak etmək istər. Belə Əhl-i Beyt ayəsidir. Və bu ayə bizə kifayət eləyir ki, imamət bizim üçün həm yol göstəricidir və həm də onlar tam pakdırlar. İmamın əxlaqı, onun həyatı yalnız bizlərə əxlaq və bizlərə mərifət öyrətmək deyildir. İmamın bizə öyrətdiyi çox şey var. Biri budur ki, İmam bizə səcdə etməyi öyrətdi. Çünki səccaddır, axı, çox səcdə edən. Bu səcdələrdə qalaraq bizə tövsiyə edir ki, səcdə halı Allaha ən yaxın andır. İnsan gərək çox səcdə eləsin. Tövbəsinin istiğfarını səcdə halında istəsin. Və İmamın gecələr xidməti məşhur idi. Babası İmam Əli əleyhisselam kimi. O, Mədinənin ehtiyac sahiblərinə o qədər çiynində ərzaqları daşıyardı. Və bunu heç kim bilməzdi. Heç kim bilməzdi ki, bu şəxs kimdir ki, bizə hər gecə rizq, yəni ruzini gətirir. Yalnız İmam Səccad əleyhisselam şəhadətə uğrayandan sonra artıq o qapılara yemək vermədilər. Ərzaq gəlmədi. Artıq ərzaq gəlməyəndə hamı bildi ki, belə İmam Səccad əleyhisselam idi. Və imamda bir bağışlanma mövzusu var.
Yəni bağışlamaq. İnsan gərək bağışlamağı bacarsın. Məşhur rəvayətdir, deyir bir gün İmam Baqir əleyhissalamı bir nəfər təhqir edir. İmam da buna heç bir şey demir. Təhqir edib, təhqiri bitirəndən sonra buyurur ki, əgərləri mən o günah etmişəmsə, Allah məni bağışlasın. Yox, əgərləri sən yalan deyirsənsə, Allah səni bağışlasın. Bəzən bağışlamaq çox çətin olur, amma mümkün olur. Dillə bağışlamaqla qəlblə bağışlamağın da fərqi olur. Sən ola bilər, mən nə vaxtsa sənin qəlbinə deyim, amma sənə bağışla deyirəm. Sən hiss eləməlisən ki, mən səni dildə aldadaraq bağışla deyirəm, yoxsa həqiqətən elədiyim əmələ görə peşmanam bağışla deyirəm. Və qarşı tərəf də onu bağışlamağı bacarmalıdır. Çünki bizim imamətin bizə öyrətdiyi budur. Və Kərbəlaya geri dönüş eləsək, Allah şahidi ki, mən bunu yazanda çox əziyyət çəkdim. Və bacardığım qədər çox sürətlə yazmaq istədim ki, biraz narahat halındaydım. Kərbəla təkcə qılınc meydanı deyildi. Kərbəla həm də səbr meydanı idi. Bu səbrin bayraqdarı da İmam Zeynalabdin əleyhissalam idi. Allahın hikməti ilə İmam Zeynalabdin əleyhissalam ağır xəstə idi. Və mən biraz araşdırma eləyəndə ən çox qızdırması var idi, halsız idi deyə bu fikirdə dayanırlar. Ki, imamın hərarəti çox idi və halsız idi deyə müharibədə iştirak edəyəmlər. Bu zahiri bir cavabdır. Amma batini cavabı budur ki, Allah İmam Zeynalabdin əleyhissalamın varlığı ilə özündən sonra imamətin artmasını bu cür təyin etmişdir. Ki, İmam Zeynalabdin əleyhissalam öz imamətliyində qalsın ki, özündən sonra imamət davam eləsin. Bilirsiniz də, İmam Zeynalabdin əleyhissalam öz əmsi qızı İmam Həsən əleyhissalamın qızı Fatiməni almışdı. Və onların izdivacından İmam Muhammed Baqir əleyhissalam dünyaya gəlmişdi. Və Əhl-i Beytin həqiqətini insanlara çatdırmaq üçün İmam bu cür buyurardı. Yəni, atam gecə ibadətlə məşğul idi. Səhərə qədər Quran oxuyurdu, dua edirdi və namaz qılırdı. Düşmən ordusu ilə qılıncların itiləndiyi vaxt imamət isə öz dualarını, öz zikirlərini artırardı ki, bilərdim, bugün onların son günüdür. Buna deyərlər, bir tərəfdə qılıncların itilənməsi, digər bir tərəfdə isə dilin, ruhun, mənəviyyatın zikirlə güclənməsi. Və imam buyurur ki, atam bir-bir bütün dostlarını yola saldı və döyüş meydanında tək qaldı. İmam Zeynalabdin əleyhissalam buyurur ki, mən çadırdan baxırdım. Atamın ətrafında minlərlə düşmən var idi. Mən isə xəstə idim, ayağa qalxa bilmirdim. Bu mənzərəni ömrüm boyu unutmaram. Və mənim atamın nəşi yerdə qalması mənim üçün çox ağır bir səhnə idi. Və artıq Kərbəla müsibəti bitəndən sonra ki, Şamə əsir aparırdılar. Bu qısa özəti də deyim ki, yaddaşınızda qalsın. Bəzən deyirlər ki, İmam Zeynalabdin əleyhissalam öz atasının nəşinə baxa-baxa getdi. Amma məşhur tarixçilərimiz və fəqihlərimiz deyir ki, imamı imam dəfn eləyər də. Bu mümkün deyil ki, İmam Zeynalabdin əleyhissalam atasının cənazə namazını qılmasın, dəfn etməsin
və o halda qoysun getsin. Bu mümkün olan bir şeydir. Ona görə ən böyük fəqirlərimizin nəzəriyyəsi budur ki, İmam Zeynalabdin əleyhissalam həm atası İmam Hüseyin əleyhissalamın, həm Əli Əkbər ağanı, həm Əbəlfəz ağanı dəfn etdi və ondan başqa səhabələr də var idi. Onları dəfn etdi, edəndən sonra Şama yola düşdülər. Hətta tarixdə qızır keçir məktəllərdə. Xanım Zeynəb salamın əleyha günorta namazını qıldı, zöhr namazını qıldı və yola düşdülər. İmamı ki, birinci Küfəyə əsir gətirdilər. İmam bu cür buyurdu. Ey insanlar, kim məni tanıyırsa tanıyır, kim məni tanımırsa mən özümü tanıtdırım. Mən Əli ibn Hüseynəm, mən Fərat kənarında, o Fərat çayı ki var, Fərat çayının kənarında susuz öldürən Hüseynin oğluyam. Xütbə biraz Küfə əhlinə, necə deyirlər, vicdanı hissdən oyatdı. Amma Ömər ibn Səd dərhal əmr verdi ki, Şama doğru əsirləri göndərsin. Elə ki, gəldilər Şama, bu başqa bir biabırçılıq deyil, Əhl-i Beytin şəninə yaraşmayan biabırçılıqlar oldu. İmam Zeynalabdin əleyhissalamın qolları bağlı bir zəncir var idi ki, qolları da bağlı idi, həmin qoldan ayaqları da bağlı idi. Yəni, zəncir bir əllərini, sonra ayaqlarını bağlayardı. İmamı gətirərdilər bir yerə, orada üzr istəyirəm, naməhrəm qadınlar ki vardı, rəqs edərdilər imamın qabağında. O məclisə gətirərdilər ki, orada şərabxorlar əyləşərdi, şərab içərdilər, imamdan məzəmmət eləyərdilər. Və imama o qədər zülm elədilər. Və imam Şamda Yezid ibn Muaviyyənin sarayında qalxdı ayağa və buyurdu. Dedi, mən Məkkə və Mədinənin oğluyam. Mən Zəmzəmin oğluyam. Mən Əlinin oğluyam. Mən Muhammed Müstəfanın oğluyam. Mən Fatimənin oğluyam. Mən Hüseynin oğluyam. Və Yezidin ki, sarayında baş vermiş bu qiyam, bu danışıq, orada da insanları vicdanını oyatmaq istədi və oyatmağı da bacardı. Məlun ki, bunu gördü və əmr elədi ki, musiqi sədalarını artırsın və qışqırığı, səs-küyü artırın ki, hər kəs eşitməsin. Və imama orada tənə vurdular və istədilər ki, imamı rüsva eləsinlər. Şam yolunda gedəndə Məlunun ordusu bütün Şama xəbər eləyərdi ki, ələxüsusda dul qadınlara və uşaqlara. Deyərdi, sizin ata-babalarınızı bunun atası-babaları öldürüb. Daşlayın. Və hər evin yanından keçəndə Şam qadınları imamın başına zibil atardı. Uşaqlar onu daşlayardı. Və bir daşda gəldi imamın başına dəydi, əmmaməsi qan oldu. O qədər sürətlə dəydi ki, başı yarıldı və əmmamə qan içində oldu. Yəni, bu qədər cani, vəhşi insanlar. Və Şamı qaldırırdı, bilirdiniz də, Muaviyyə hər Şam əhlinə təyin olunmuş gündə onların dili ilə desək, bir süfrə açardı və Şamın kasıblarını, ehtiyaclarını yığardı o süfrəyə və onlara müzd verərdi. Dirhəm, dinar çox verərdi. Deyərdi, hara çatdınız, Əliyə lənət deyirsin.
Ona görə Əli əleyhissalamın dövründə Şam əhli xəbər tutdu ki, Əlini namaz üstündə vurublar. Şam əhli təəccüb elədi ki, məgər Əli namaz qılırdı. Və həmən törənmişlərin balaları idi ki, İmam Səccad əleyhissalamı daşxalaq edirdi. Və həmin ondan törəyənlər idi. Və bunu da biliz ki, qiyamətəcən imamətin balaları yaşayacaq. İmamın aşiqləri yaşayacaq. Hər nə qüvvə olsa da belə, bu imamət sevgisi insanların qəlbində yaşayacaq. İmamların nəslindən gələnlərə nə deyərlər? Seyyidlər. Seyyidlər qiyamətəcən var. Amma mənə bu istər Maviyə olsun, istər Yezid olsun, istər ondan öncə ata-babaları Əbu Süfyan olsun, onlardan bu yana deyə bilərsiniz ki, nəslindən kim qalıb? Şəcərə olaraq bunlara gedib çatan kim var? Tarixdə rast gəlmisiniz. Amma seyidlərin şəcərəsi var. Gəlib imama, axırıncı atası imamlar olan şəcərəsi var. Amma onların aşiqləri, fikir aşiqləri çoxdur. Biz imamın həyatını anlayırıq, özümüzə dərs məktəb çıxardırıq. Amma onlar isə imama zülm eləyənlərin həyatını sadəcə təsdiqləyirlər ki, bu belə ola bilər. Ona görə zamanla yetişər, gəlib o həddə çatarlar ki, zamanla yetişər, gəlib o vaxta çatarlar ki, artıq Əhl-i Beytin şəninə gedən mövzular bəzi insanlar tərəfindən sevilməz. Qarşı tərəfin fikri ilə sevilir. Bugün həmin mövzulardır ya, sosial mediada gedir ki, məhrəmlikdə toy eləmək olar. Məhrəmlikdə toy eləmək olmaz. Niyə olmaz? Səfər ayında niyə toy eləmək olmaz? İmam Hüseynə 40 gün yas saxlayırsınız. Niyə İslam dininin barisi Həzrət Peyğəmbərə saxlamırsınız? Atası Əliyə 40 gün saxlamırsınız. Və bu cür fikirlərlə insanların mövqeylərini dəyişirlər. Axirət zaman odur ki, həqiqətin üzə çıxan günüdür. Sən o həqiqətin üzə çıxan gününü biləcəksən. Ona görə insan gərək mövqeyisində bərk qalsın. Salavat Peyğəmbər zamanı. İmam təxminən 35 ilə yaxın Kərbəla hadisəsindən sonra ömür sürdü. Və vaxtsız da qocaldı. İmamdan soruşdular ki, ey Peyğəmbər balası, niyə bu qədər ağlayırsan? İmam buyurdu. Yaqub bir oğlundan ayrıldığı üçün ağlayardı. Və o qədər ağladı ki, gözləri ağardı. Yəni kör oldu. Mən isə atamı, qardaşlarımı, əmilərimi, dostlarımı gözümün önündə şəhid edilmiş gördüm. Ona görə hər gün ağlayıram. Və imam bu 35 ildə məşhur yazdığı Səhifə-i Səccahə deyəsi var ki, duaları kitabı deyərlər. Və orada bütün dualar mövcuddur. Bu kitab hamıza tövsiyə edirəm. Mütləqdir. Səhifə-i Səccahə deyəni əldə ediz və o duaları oxuyursun. Və böyük təsirində görəcəksiniz. Alimlər onu Əhl-i Beytin Zəburu adlanır. İslamın dua məktəbidir. Bu kitab yalnız duadan ibarət deyil. Əxlaq, tərbiyyə, insanın yetişdirilmək məktəbidir. İmamın digər məşhur bir kitabı var. Ona da Risalətül Hüquq deyərlər. Burada Allahın haqqı, valideyn haqqı, övlad haqqı, müəllim haqqı, qonşunun haqqı, dostun haqqı, ailənin haqqı,
ümumən bütün haqları cəm etmişdi. Hətta Risalətül Hüquqda bədən üzvlərinin haqqı bu mövzuda da imam danışır. Bu İslam məktəbinin ən böyük dərslərindən biridir. Ki, dua dərsi ilə Kərbəla dərsi sənə böyük bir mənəviyyat verəcək. Əgər bunu anlasan, əgər bunu öz həyatında tətbiq etməyi bacarsan. Və alimlərin bir gözəl sözü var, deyir, İmam Hüseyin əleyhissalam qılıncı ilə danışdı, İmam Zeynalabdin əleyhissalam isə göz yaşları ilə danışdı. İmam Hüseyin əleyhissalam haqq uğrunda şəhid olmağı öyrətdi. İmam Zeynalabdin əleyhissalamın Kərbəla məktəbində səbri və ibadəti öyrətdi. Onun hər səcdəsi Kərbəlanın davamı idi. Onun hər duası Hüseyin məktəbinin izzahı idi. İmam Zeynalabdin əleyhissalam bizə öyrədir ki, ibadət insanı ucaldır. Səbir zəiflik deyil, ilahi qüvvədir. Dua insanın Allahla ən böyük rabitəsidir. Xidmət gizli olduğu halda daha ixlaslı olur. Ki, gecələri imamın qapılara pay gətirməsi. Kərbəla yalnız bir məktəb deyil. Kərbəla ömrüvü, ruhuvu və cismivi idarə edəcək bir məktəbdir. Kərbəla yalnız bir gün deyil. Ömür boyu yaşanmalı olan